Buyurun, özünüzü təqdim edin, ünvanınız. Mən Arşer Zumrat Şabanoğlu, Cider Talanın kəndinin sakini, 1935 təvəllüd. Dəfələrlə prezident cənabları televizdə çıxış edibdi. Cəmaata bəyan elədi ki, o cəmaatın xidmətçisidir. Amma bizdə əksinə bizim məmurlarımız cəmaata şərait yaratmaq əvəzinə cəmaatın şəraitin əlindən alıb cəmaatı pis günə qoyubdur. Bu vaxtda lazım yerə məlumat verilməsinə baxmayaraq hələ ölçü götürən yoxdur. Bunun birinci ölçümüzü əlimizdən alıb önümüzü ayrı-ayrı şəxslərə maddi maraqları üçün satıb yox edib 12 hektarı. Sonra gəldi bunlar bizim 60-cı illərdə bizdə olubdur təcili yardım məntəqəsi. Həmin yerdə sonradan elədilər, oldu seçki məntəqə. Həmin məntəqəni də 10 minə satıb 5 mini xəzinəyə daxil ediblər, qalanı da cibinə qoyublar. Ondan sonra gəlib növbət çatdı qəbirstanlığa. Qəbirstanlığı da olubdur, qəbirstanlıq dokumentalli. 3 hektar həm köhnə, həm təzə qəbirstanlıq bir yerdə. Sonradan mən sabiq bələdiyyə sədri İbrahim Fikrət, bir də ki, indiki sədri Qoruda Ramellə onun bir yerdə ölçdük. Nə çıxsa yaxşıdır. 2 hektar 45 sotuq çıxdı. 3 hektarın əvəzinə. Onun 45 sotuq bu bələdiyyənin içində olan bağ hissəsini 2 nəfərə ayrı-ayrıqda onu da satıblar. Elə həmin bağla bir həmin yer olsa 2 hektar 85 sotuğa gəlir. 3 hektara hesab elə olar. Belə hallar, belə haqsızlıqlar, belə saxtakarlıqlar, belə nə qədər desəm var, buna məhəl qoyan yoxdur, bunun tədbir görən yoxdur rayonumuzda. Harasın müraciət eləmişsiniz bu məsələ ilə bağlı? Məsələ ilə bağlı mən birinci icra hakimiyyətə müraciət eləmişəm. O işə baxan da elə odur. Gördüyünüz kimi sizə mən göstərdiyim cavablar da onu təsdiq edir. Mən onlara müraciət etməyimi. Bir-iki kəlmə də eləmək istəyirəm. Bunu satan elə sabiq bələdiyyə sədri Ceyşir Ramiz Ramazanoğlu ilə sabiq torpaq şöbə müdürü qardaşı Sabir. Bunlar bu işi həzmi eləyiblər, bunlar da bu işə baxan. Onlar haqqında rayonda tədbir görən yoxdur. Mən onu əlavə eləmək istəyirəm. Axırda qeyd eləmək istəyirəm, mən Respublikanın rəhbərliyindən xahiş edirəm ki, bizim bu çatışmamazlıq, bizim bu örüşü, bizim bu qəbirstanlığı, bizim bu futbol meydançanı satanları, ondan sonra seçki məntəqəni satanları haqqında təcili, təhsili tədbir görməyi xahiş edirəm. Biz istəyirik ki, həmin yerləri cəmaata qatılmasını xahiş edirəm. Həmin yeri cəmaata qatılmasını xahiş istəyirik.